Rufo 2025 yuxarı yaş qrupu yarıfinal sualına baxaq. Bu tənlik verilibdir və x kvadrat + y kvadratın ən böyük qiymətini tapmamızı soruşulur. Ədədi orta kvadratik orta bərabərliyinə görə bilinir ki, x plus y bölü 2 kiçik bərabərdir kök altında x kvadrat + y kvadrat bölü 2. Buradan taparıq ki, x plus y kiçik bərabərdir nədən? Kök altında 2x kvadrat + y kvadratdan. Oxşar şəkildə xy isə ədədi orta həndəsi orta bərabərliyinə görə bilinir ki, x kvadrat + y kvadrat bölü 2-dən kiçik bərabərdir. Gəlin x kvadrat + y kvadrata bir dənə a desək bütün ifadələrdə. A, bu ifadə kiçik olacaq nədən? Kiçik bərabərdir a bölü 2. Bu a bölü 2'mizdir. Üstə gəlinsin, bu da kök altda 2a'dır. Hər tərəfi 2'yə vursam və bunu sola keçirsəm, alınacaq a kiçik bərabərdir 2 kök altında 2a'dan. Hər tərəfi kvadrata yüksəltsəm və a'ları ixtisar edəsəm, tapacağım ki, a kiçik bərabər nədən? 8'dən. Bərabərlik halı isə bunların bərabər olduğu halda yaşanır. Hansı ki, x bərabərdir y olduqda tapa bilərsiniz ki, x-in hansı qiymətində bu ifadənin ən böyük qiyməti ancaq 8 ola bilər. Cavab D variantı.